Aha, izahımızın davamına baxırıq. Deməli, o 8 dənə psixoloji tip müəyyən etmişdir. Aha, baxaq. Deməli, deməli, birinci ED. ED nədir? Deməli, baxaq. Deməli, ekstravert düşünmə. Bayaqlarım o düşünmə haqqında danışdıq ha. Ekstravert düşünmə necə olur? Çünki bax bildik də ekstravert nədir? Ətrafa, xaricə. İndiyə müəllim biz bunları nətər tapaq? İntrovert düşünmə də gələcəkdə qarşımıza, düzdürmü? Biz bunları necə tapacağıq? Daha doğrusu ekstravert düşünmədə ekstravert düşünmə. Düşünmə nə idi? Bayaqların bir dənə xatırlayaq. Bu hissəyə diqqət yetirək. Dedim ki, mən məsəl üçün məntiqimlə qərar verirəm. Hər şeyə kənara baxıb məntiqlə qərar verən insanam da, düzdür? Ekstravertlər indi necə insanlar idi? Bir dənə onu xatırlayaq. Ekstravertlər nətər insanlar idi? Ekstravertlər cəmaatı fikirləşən, yəni daha doğrusu çöllə, yəni çox sosiallaşan, xarici təsirə tez məruz qalanda belə deyək. Düzdürmü? Ekstravert düşünmə. Qərarlarını məntiqi və obyektiv analizə əsaslandırırlar. Onlar hadisələri və məlumatları açıq şəkildə qiymətləndirir, sistematik və məntiqi yollarla nəticəyə çatmağa çalışırlar. Çünki düşünmə haqqında bayaq danışdıq. Dedi ki, düşünmə nə idi? Düşünməni necə qavrayırdıq məlumatları, qərar verirdik. Dedik, ətraflara, daha doğrusu üzr istəyirəm, məntiq var orada, obyektiv, ədalətli qərarlar verirdik də, xatırlayın, düzdürmü? Geniş danışdım da bayaq o haqda. Məsələn, bir komanda layihəsində, bax, açar söz məni tapdı. Komanda layihəsi deyirsə, bu ömür boyu qaçın oradan. O introvert ola bilməz. Çıxın introvertlər oradan. Komanda layihəsində ekstravert olmalıdır. İndi görək, ekstravert çöldə, cəmaət içində necə düşünür? Bura əsasən, düşünməyə əsasən. Necə düşünür? Tipli şəxs hansısa adamların atılacağını planlayır, hansı addımların. Konkret liderlik var burada, lider. 100% planlayır, resursları bölüşdürür, hər kəsin vəzifələrini verir, onlara əsasən faktlara, qaydalara, nəticələrini obyektiv analizinə əsaslanaraq hərəkət edirlər. Şəxsi emosiyalarından çox məntiqi yanaşmaya üstün tuturlar. Çünki biz dedik də, bax buranı bir dənə təkrarlayım sizə. Burada nə dedik biz? Demədik ki, düşünən necə olmalıydı? Onlar şəxsi qərarlar vermirlər, münasibətlərinə qərar vermirlər. Nə edirlər? Nəyi nəzərə alırlar? Məntiqin düşüncələrini nəzərə alırlar, ətrafı nəzərə, daha doğrusu baxırlar, qərar verirlər. Yəni fakta analiz edirlər. Məntiq var da burada. Fakta baxırlar, tənqid var, düzdürmü? Bu haqqda danışmışdıq, xatırlayın. İndi komanda layihəsində görürüksə, əgər şagird faktlara, qaydalara, analizə əsaslanaraq da təhlil var da burada, məntiq, tənqid var. Nəyə əsaslanaraq hərəkət edirsə, bu ekstravert düşünmədir. Yaxşımı? İkisinin də ortaq xüsusiyyəti var. Ekstravert xarici, bax, demir ki, daxilində komanda şəklində bunu eləyirsə, ekstraverti götürürsüz düşünmə. Yaxşımı? Çünki bunun introverti də gələcək, onu tapmaq lazımdır. Sonra gəlir ekstravert hiss etmə. Hiss etmə nə idi? Bax, buradan danışıram. Bax. Dedim, bayaq xoşlamadığım insan tipləri həmişə ətrafı fikirləşir, verdiyi qərarlara kimsə inciməsin, cəmaət küsməsin, ətraf inciməsin, ona əsasən qərar verirdilər də, düzdürmü? Bu nədir? Bu hiss etməkdir, düzdürmü? Bax, indi görək ekstravertlər nə? Ekstravert də dedik, necə insanlar ətrafı fikirləşəndə cəmiyyəti ancaq çox sosiallaşan. Qərarlarını şəxsi dəyərlərinə və sosial münasibətə görə verirlər. Ekstravert hiss etmə tipi olan insanlar qərarlarını daha çox, bax, burada dedik, sosial harmoniya münasibətlərini, deyək ha, sosial harmoniya, burada belə bir söz var idi. Harmoniyaya əsasən, yəni ətrafdakıları insanlara da, yəni filan kəs inciməsin, sən Allah filan kəs küsməsin. Bu ekstravert insanlardır və hiss etmə qabiliyyətidir. Onlar üçün ən vacib olan ətrafdakı insanların özlərini necə hiss etməsidir. Sən Allah, ətrafdakı insanlar deyirlər ki, inciməsin, küsməsin, özlərini yaxşı hiss eləsinlər. Bu ekstravert, ətrafı düşünürük həmişə ekstravert. Ekstravertin hiss etməsi. Çünki hiss etmə də, yəni ən ali hədd idi də, ətrafı fikirləşirdi, düzdürmü? Məsələn, dostlar arasında fikir ayrılığı yarandıqda, yəni ekstravert baş hərflərində tipli bir problemi həll etmək üçün aktiv şəkildə vasitəçilik edir, hər kəsin özünü dəyərli hiss edilmiş hiss etməsinə çalışır. Onlar adətən ünsiyyətcil, anlayışlı, ətrafa empatiya göstərən adamlardır. Bu ekstravertin hiss etməsidir. Cəmaatı fikirləşən bir sözlə, yaxşımı? Bunu necə tapacaqdıq?
Düşünmə necə tapacaqdıq? Komanda şəklində lider olmaq, düzgün qərarlar vermək. Dedik axı düşünmə nə idi? Məntiqinə, tənqidinə, ətrafı analiz edir, sonra qərar verir. Bu necə tapacaqdıq? Komanda şəklində. Bəs edi nədir? Ekstravert duyğu. Xatırlayım ki, duyğuda olan insanlar, mən burada özümü görürdüm. Necə idi bu duyğu insanları? O deyirdi ki, mənə konkret faktı göstər, mənə realı göstər. Bu adam reala baxıb, fakta baxıb danışan insandır. Mənə realı göstər, qardaş, faktı göstər, ondan sonra danış. Bax, elə bir insan. İndi görək ekstravert duyğu necə olur? Bu tip insanlar dünyanı əsasən 5 duyğu vasitəsilə qavrayır və diqqətləri xarici mühitdəki konkret faktlara və detallara yönəlirlər deyə açar söz. Konkret fakta baxırlar. Onlar üçün ən etibarlı məlumat gördüyü şeydir. Duyğuda mən kimi. Nəyə görüm, ondan sonra qərar verim. Gördükləri şeydir. Praktik düşünürlər. Real şeylərə baxırlar. Praktik nədir? Reala baxıb qərar verirlər. Məsələn, bazara gedəndə, bax gör necə gözəl izah eləyib. Məhsulların keyfiyyətini, hətta burada toxunması sözü görsəz, burada nə görürük? Kinestetik də görürük, ha, burada hərəkət də görürük. Bax, kinestetik duyğuya da uyğun gəlir, ha, həqiqətən. Toxunurlar, vizual da var burada, görürlər, vizual. Qiymətini, diqqətini nümayiş. Yəni bu adam bir meyvə alanda nə edir? Gərək bu meyvəyə baxa, toxuna. Mən də eləyəm, həqiqətən eləyəm. Gərək buna bir adi bir köynək alanda bunun təsəvvürə gətirin ki, bir köynək alanda idi deyəcəm, güləcəksiniz. Qoy maraqlı olsun. Baxıram ki, onun defekti var, üstündə söküyü varmı, üstündə ip varmı? Və ona baxıb sonra alıram. Görürəm sonra 100 dəfə desələr ki, o köynək qəşəngdir. Yox, baxam, gərək özüm ona toxunam. Kimsə mənə nəsə əşya alıb gətirə bilməz. Həqiqətən də bu belədir. Adi bir bazara gedirəm, bu pomidoru 50 dəfə çövrüb baxıram, görüm bu nətərdir. Və toxunuram. Toxunub sonra ona qiymət verib alıram. Və bu duyğudur, ekstravert duyğudur. Düzdürmü? Düzdür, baxmayaraq ki, mən introvertəm, amma ekstravertlər də var bu ətrafdakılara. İndi deyəsiniz, müəllim, introvertdə də duyğu gələcək. Bu nətər tapacağıq? Mənim bayaq özümü nümunə çəkməyim introvert duyğudur. Amma bu ekstravert duyğu daha çox, yəni ətrafda, çölə gedəndə, bir bazara gedəndə introvertin duyğusunda vəziyyət dəyişəcək. Bazara gedəndə hər şeyə baxıb neynirlər? Qərar verirlər sonra. İndi gəlirik, deməli, ekstravertin intuisiyası. İntuisiya nə idi? Xatırlayaq, bayaqlarım dedik ki, ehtimallar irəli sürür, proqnoz verir, gələcəkdə bu olacaq, belə olacaq. Bayaq hələ bir nümunə çəkmişdim, gülünc bir nümunə. Dedim, belə insanlar adi bir yaxşı bir ərazi görəndə deyirlər, burada qəşəng obyekt tikmək olar, şəhərin mərkəzidir, intuisiya irəli sürür də, gələcəyə dair plan qurur, ehtimallar irəli sürür. Deyir ki, bu tip insanlar görə indi bunun ekstraverti nətər olur? Xarici dünyada nümunələri, dəyişiklikləri və gələcək imkanlarını tez görürlər. Münəccim. Konkret faktlardan, yəni bunlar faktlara yönəlmirlər, ha. Duyğudakı kimi bu faktların nəyə işarə etdiyini və hansı ehtimallara yol açdığını görürlər. Məsələn, bazarda yeni yaranan bir trendi görüb, bunun gələcəkdə hansı biznes və ya inkişaf idi, bayaq dedim, indicə nümunə çəkdim. İnsan var ki, gedir, məsəl üçün bir obyekt görür, bir boş bir arendaya verilmiş bir yer görür, deyir, burada yaxşı məsəl üçün obyekt açmaq olar, yaxşı moyka yer açmaq olar burada, yaxşı pul qazanan yerdir. Neyinir bu? Bax, bu sosiallaşır da, ekstravertdir, düzdürmü? Və intuisiya irəli sürür, proqnoz verir, gələcəyə dair planlar qurur, biznes fikirləşir. Bax, biznesmen insan intuisiyalı insandır, bunu yadda saxlayın, yaxşımı? Deməli, bunun introverti fərqlidir. Bunun introverti mənəm, fərqlidir. Deyəcəm. İndi gəlir introvertə. Introvert duyğuya. İntrovert duyğu nədir? Bu tip insanlar reallığa daha çox öz daxili təcrübələrlə yanaşırlar. Bax, nətərdir bu? Mənim gördüyüm şey, həqiqətən nümunə çəkəcəm. Mənim öz gördüyüm şeyi heç kim dəyişə bilməz. Mən nəyi görürəmsə ona da inanıram. Həqiqətən də bu belədir. Bax, mənim məsələyə nətər baxıram, fakt nətər görürəm, mənə görə də o gerçəkdir. Həqiqətən. Bilirəm, bəlkə də bu yanlış bir məsələdir, düzdürmü? Yanlış bir xasiyyətdir də, amma xarici faktorları zadı nəzərə almıram. Mənə görə o çöldəki xarici zat önəmli deyil. Gerçəyi istəyirəm, real istəyirəm, düzdürmü? Amma baxacam. Reala baxacam. Gerçəyə bax, ekstravertin duyğusu belə deyildi. Görməlidir, orada da xarici təsirlər. Çünki duyğuda bildikdə xarici faktoru görür. Amma orada gördüyü şeyə inanır. Amma mən introvertin duyğusu xarici faktorları nəzərə alıram almağına. Qərarımda amma
Əsas rolu öz keçmiş təcrübələrimə uyğun qərar verirəm. Bax, bu nətərdir? Bax, bir hadisə baş verəndə, başıma bir hadisə gələndə, məsəl üçün, görürəm, realı görürəm ki, bu faktdır da, həqiqətən bu hadisənin nəticəsi belədir. Görürəm ki, bu hadisənin nəticəsi belə şeylə əsaslanıb da, nəticələnib, düzdürmü? İnanıram, ona da inanıram, reala da baxıram da, mənə fakt göstərməlisən axı. Amma neynirəm? Yadıma gəlir ki, bu hadisə bir dəfə də mənim başıma gəlib də, düzdürmü? Bu hadisənin sonu necə nəticələnib? Məsəl üçün, yaxşı şeylə nəticələnməyib də, düzdürmü? Yəni, inanmamışam da, yəni yaxşı şeylə nəticələnməyib. Fikirləşirəm ki, gördüyüm şey yenə olacaq, həqiqətən, yenə eyni şeylər olacaq, yenə. Artıq mən gördüyüm şeylərə, köhnə təcrübələrə baxır introvertin duyğuları. Bax, köhnə təcrübələrə baxır introvertin duyğuları. Başıma keçmişdə nə gəlib, o nə ilə nəticələnib? Eyni hadisəni yenə qarşılaşmışam axı, düzdürmü? Fikirləşirəm ki, eyni şey yenə burada da olacaq. Yenə eyni real şey görəcəm. Eyni hadisə deyə başıma gəlib bir dəfə, nəticəsini də bilirəm, düzdürmü? Eyni hadisə bir də çıxıb qarşıma. Fikirləşirəm ki, eyni hadisə eyni real nəticə ilə nəticələnəcək. Eyni real hadisə ilə nəticələnəcək. Mən ona köklənirəm daha çox. Real fakt mənim üçün önəmlidir. Çünki duyğu da önəmlidir də. Amma introvertin duyğusunda mən öz təcrübələrimə əsaslanıram. Amma ekstravertin duyğusunda öz təcrübələrinə əsaslanmır. Orada da faktı görür, amma orada son olan hadisəyə köklənir, reala baxır. Amma sosiala baxır da. Amma introvertin duyğusunda köhnə təcrübələrinə əsaslanır. Mənim başıma bu hadisə birdə gəlmişdi. Sonunda belə nəticələnmişdi. İndi yenə heyl olacaq. Faktı belə olacaq. Bax, buna yanaşırlar, yaxşımı? İllər əvvəl yaşadığı bənzər bir situasiyayı xatırlayırlar. Həmin təcrübənin yaratdığı hisslərə əsaslanırlar. O riskləri qiymətləndirirlər. Mənim vaxtında başıma belə bir iş gəlmişdi. Eyni hadisə ilə yenə qarşılaşmışam. Yenə gələcək o iş mənim başıma. Yenə eyni şeylə nəticələnəcəklər. Yəni əvvəlki təcrübənin sonlandığı nəticəni yenidən eyni nəticədə, eyni hadisədə görəndə deyirlər ki, yenə eyni hadisə nəticələnəcəklər. Eyni şey olacaq. Düzdürmü? İntrovertin intuisiyası. İndi görək, bu mənə çox maraqlıdır ki, introvertin intuisiyası necə küləliyir də, necə faktlar, necə belə deyək də, proqnozlar verir, necə biznes qurur, şəxsi biznesdir əslində bu. Bu insanlar daha çox daxili qavrayışa əsaslanır və mürəkkəb nümunələri, əlaqələri sakit düşüncə içində müəyyən edirlər. Onlar üçün dərin anlayış xarici müşahidədən çox daxili düşüncədən gəlir. Problemləri səssizcə analiz edirlər. Gözlənilməz, yaradıcı həllər tapa bilirlər. Bax, bəzən müdavimlər sual verir ki, mənim kurikulumda ilə qeyri-adi əndrabazi sözlər var ki, başa düşə bilmirik. Gəl nümunələrə baxaq. Qarışıq məsələn, qarışıq bir məsələ ilə üzləşəndə çox danışmadan onu daxilən analiz edirlər. Bax, və birdən ortaya orijinal və fərqli bir həll yolları çıxarlar. Bax, ekstravertin intuisiyası belə idi ki, biznes quran adamlar idi da, bir dənə yer görürdülər. O saatda fikirləşirdilər ki, ayda burada filan işlər görmək olar, cəmaət bura çox gələcək. Bu ekstravertin intuisiyasıdır, amma introvertin intuisiyası bir dənə hadisə olanda onlar hər şeyi sakitcə hisslərində həll edirlər. Bax, məsəl üçün mən yaymıram. Bax, həqiqətən. Yəni, öz daxilimdə fırtınalar qopur da. İntuisiya insanı deyiləm əslində. Amma intuisiya mənim köməkçimdir. İntuisiya da var məndə az da olsa. Neynirəm? Bax, deyim də sizə. Hər hansısa bir qarışıq bir məsələ ilə üzləşirəm də, düzdürmü? Bir qarışıq bir məsələ qarşıma çıxıb, düzdürmü? Həqiqətən bir gecədən səhərə kimi oturub onu fikirləşəcəm. Bax, heç kimə deməyəcəm, beynimdən o qədər xəyallar keçəcək ki, o qədər ehtimallar keçəcək ki, bu oldu, bu ola bilər, bu ola bilər. Onu ətrafa yaymıram, Amma ekstravertin intuisiyaları ətrafa yayır. Mən yaymıram. Sakitcə onu, beynimdə sual işarələri məni öldürür həqiqətən. Beynimdə ancaq sual işarələri fikirləşirəm. Yox, duruya çıxarmaq istəyirəm. Hər hansısa bir hadisəni duruya çıxarmaq istəyirəm. Bax, bu intuisiya budur. Yəni, yaymır, səssizcə həll eləyir, axırda da bir qərar verir. Otururam, bax, gecədən səhərə kimi fikirləşirəm. Həqiqətən, daxili duyma, bu hadisə mənim qarşıma çıxıb, bax, mən necə eləyəm? Görürsən, həqiqətən, mən səhvəm, yoxsa o insan səhvdir və ya bu insanlar səhvdir. Artıq onu öz daxili aləm, axırda da bir həll yolu fikirləşirəm ki, bunun çıxış yolu budur.
ehtimal irəli sürürəm də. Hər ikisində ehtimal irəli sürmək var. Ekstravertdə də var, introvertdə də. Prosta biri yayır aləmə, ehtimallar irəli sürür. Gələcəyə dair planlar qurur. Falan şey falan olar, belə olar. Amma introvertin intuisiyası yaymır. Bir problem olanda onun içində həll eləyir. Sonra gəlir introvert düşünmə. İntrovert düşünmədə nədir? İntrovert düşünmə qərarlarını daxili məntiqi analiz əsaslandırırlar. Yəni bayaqlarım düşünmə haqqında danışmışdıq da. Yəni onlar sakitcə çəkilirlər bir kənara, deyim mən. Həqiqətən. İndi deyəsiz müəllim nə qədər mən dedi. Hər hansısa bir fikir, bir şey olanda dərhal onu paylaşmırlar. Tətbiq eləmirlər. Otururam, bir il fikirləşirəm, həqiqətən. Üzr istəyirəm. Onu ancaq fikirləşirəm. Öz-özümə düşünürəm ki, ideyanın özümün zəif güclü tərəflərimə baxıram. Məsəl üçün, mənə kimsə bir haqsızlıq eləyəndə tez şey eləməyə çalışmıram da, oturub fikirləşirəm ki, onu analiz eləyirəm axı beynimdə. Neynəməliyəm? Düşünmə nə idi? Ədalətli qərar vermək idi də, düzdürmü? Ədalətli qərar verməyə çalışıram həqiqətən o insan haqqında. Analiz eləyirəm, uzun müddət çox düşünürəm. Çünki niyə uzun müddət düşünürəm? Çünki ədalətli, real, məntiqi, tənqidi düşünmə aparıram da, götür-qoy eləyirəm. Real qərar verməyə çalışıram, ədalətli qərar vermək istəyirəm. Dərhal paylamıram, neynirəm? Deyir ki, burada bizdə nə deyir? Deyir ki, məsələn, yeni bir ideyala qarşılaşanda həmin bu tip şəxs onu dərhal paylaşmır və ya tətbiq eləmir. Əvvəlcə öz-özünə düşünür. İdeyanın güclü və zəif tərəflərini araşdırır. Məsəl üçün, bax, ağlıma bir dənə ideya düşəndə neynirəm? Onu o saatda hamı ilə paylaşmıram. Həqiqətən heç vaxtı paylaşmaram. Otururam, fikirləşirəm ki, yox, bu işə yarayan bir şey deyil də, bunu kənara atıb mənim işimə yaramayacaq. Bu şeylə mən yüksələ bilmərəm, məsəl üçün. Neynirəm? Məntiqi süzgəcdən keçirirəm. Bax, dedimi, düşünmə nə idi? Süzgəcdən keçirirəm. İntrovertin düşünməsi onun süzgəcindən keçirir. Daha sonra isə artıq tam əmin olduqdan sonra başlayıram o işi reallaşdırmağa. Bu mən neynirəm? Nəyə şərait yaradıram? Ədalətli qərar verməyə şərait yaradıram da, düzdürmü? Məntiqli düşünməyə çalışıram. Sonra gəldi introvertin hiss etməsinə. İntrovertin hiss etməsi nətərdir? Mənə çox maraqlıdır. Mən introvert insanam, amma ətrafı ilə çox fikirləşən insan deyiləm. Hiss etmə bildikdə, bayaq hətta ekstravertin hiss etməsindən də danışdıq. Cəmaatı fikirləşir, çölü fikirləşir ki, görəsən bu qərarı versəm insanlar necə olar? Bu qərarı versəm dostum məndən küsər, filan kəs məndən inciyər. Onun üçün yaxşı olar bu qərarı versəm. Görə indi introvert çox sosiallaşmır da. Bu ekstravertə yaraşırdı. Çünki ekstravert ətrafı fikirləşir həmişə. Amma introvertlər həmişə özlərini fikirləşir. Daxili duymanı. Görək, çox maraqlıdır. Bunların hiss etmələri nətərdir? Yəni, bunlarda mərhəmət hissi varmı? Əslində, bəli, var. Qərarlarını daxili dəyərlərə, bax, şəxsi inancına görə verir. Yenə də öz daxilindən fikirləşir introvertlər. İndi görək, ətrafa necə reaksiya verəcəklər. Məsələn, əxlaqi prinsiplərə uyğun seçim edir. İntrovert hiss etmə tipində olan insanlar qərarlarını əsasən, bəli, biz bunu bilirik. Öz daxili dəyərləri, öz şəxsi prinsipləri, öz mənəvi inancı, nəyə inanır ona da verirlər. Onlar üçün vacib olan, bura bax. Onlar üçün vacib olan başqalarının nə düşündüyü deyil. Öz iç dünyası, öz vicdanım. Bəli, öz vicdanım. Bax, hiss etmə hər bir insanda var. Prosta introvert hiss etmədə özümdən deyirəm. Bizdə də mərhəmət var, amma mənim üçün, məsəl üçün, bax, belə necə bunu nümunə çəkim sizə. Bax, düşün ki, mən, məsəl üçün, kiməsə dəstək olmağa çalışanda, bir yardım əli uzatmaq istəyəndə, ekstravert insanlar necə yardım adi bir, məsəl üçün, kiməsə kömək eləyəsən də, kimsəsə bir dəstək olasan da, düzdürmü? Məsəl üçün, kiməsə bir ödənişsiz dərs keçəndə mən fikirləşmirəm, kimsə mənə yaxşı baxacaq, oyda, mənə deyəcəklər ki, ayda bu nə yaxşı müəllimədir, məsəl üçün. Ekstravert onu fikirləşir həqiqətən ki, ətrafdan mənə yaxşı şeylər gələcək. Amma introvertlər başqalarına görə o mərhəmət hissini eləmir. Mən öz vicdanımı rahatlaşdırmaq üçün onu eləyirəm. Öz hissimi, öz içimi rahatlaşdırmaq üçün yaxşılıq eləyirəm. Amma ekstravertlər, ona görə xoşlamıram elə insanları. Ekstravertlər necə yaxşılıq eləyirlər, necə ətrafı düşünürlər.
Qoy kimsə inciməsin məndən. Bir də qoy hamı görsün ki, mən yaxşı insanam, yaxşı adamam da, düzdürmü? Görsünlər ki, yaxşılıq eləyirəm ətrafa. Amma introvertlər elə yaxşılıq eləmirlər. Introvertlər başqaları nə deyər, nə düşünər, mənim haqqımda yaxşı da olsa nəsə deyər, yox. Onlar öz vicdanını, öz iç dünyasını yaxşılaşdırmaq üçün, doğru hesab elədikləri üçün kömək eləyirlər. Məsəl üçün, mən bu gün kiməsə dəstək oluramsa, onu insanlara görə eləmirəm. Mən öz vicdanıma, öz daxili düşüncəmə görə, öz içimi rahatlaşdırmaq üçün, mənə görə doğru olduğuna görə yardım eləyirəm insanlara, dəstək güdmədən. Amma ekstravertlər dəstək güdürlər. İndi deyəsiniz ki, müəllim, ekstravertləri yıxdı sürüdüz? Yox. Xeyr, həqiqətən bu realda belədir. Mən çox insan süzgəçdən keçirmişəm və bunu görmüşəm. Və onlar çox vaxt emosiyalarını açıq şəkildə ifadə eləmirlər də. Onlar daxilən hisslərini yaşayırlar, həqiqətən, səssiz şəkildə. Məsələn, deyir, bir vəziyyətdə ətrafdakılar ondan fərqli bir qərar gözləsə də, yəni, məsəl üçün, adam var ki, məsəl üçün, tutaq ki, mən bir qərar verəndə mənim ətrafım, dostlarım deyir ki, ayda, səndən bu qərarı gözləməzdik, niyə bu qərar verirsən ki, səhv fikirləşirsən də, deyirəm ki, yox. Yəni, sən məndən fərqli qərar gözləsən də, mən yenə də öz daxili, nə olsun ki, dostumsan, yenə də öz daxili dünyama görə qərar verəcəm. Düzdürmü? Deyir, bu tipli şəxs həmin addımı atmayacaq. Bax, deyir ki, belə əgər bu seçim onun şəxsi əxlaqi prinsipinə uyğun deyilsə, yenə də o şəxsi addım atmayacaq. Bax, sizə bir nümunə çəkim. Məsəl üçün, əgər verdiyim qərar mənim üçün yaxşı olmasa da, verdiyim qərar mənə fayda verməsə də, yenə də mən daxili vicdanımı duyub o qərarı verəcəyəm. Yenə də o addımı atacağam. Yaxşı bir şey, bax, necə nümunə çəkin başa düşəsiniz, müəllimlər? Məsəl üçün, mənə pislik edən, məsəl üçün, bir insana görə, tutaq ki, onun mənə dəstəyi var da, yardım əli uzadıb da, düzdürmü? Ekstravert kimi düşünmürəm ki, qoy yaxşılığı eləyim, desinlər ki, bu bundan inciyib, məsəl üçün, bu necə yaxşı insandır, ona rəğmən yenə də yaxşılıq eləyir, yox. Məsəl üçün, ətrafım məndən yenə də o insana qarşı, tutaq ki, pis bir şeyi gözləməyimi çalışırsa, mən o addımı atmayacam. Nə qədər pis olsa da, mən ona yaxşılıq əlini uzadacam. Yəni, bu mənim üçün ki, niyə? Daxili dünyama görə bu doğrudur, mənə görə doğrudur. İncisən belə yardım əli mənə uzatsa, mən ona dəstək olacam. Bu mənə niyə görə? Daxili dünyama görə, bu mənə görə düzdür. Yəni, daxili vicdanıma görə, bax, daxili vicdanıma görə zid getməməyə üstünlük verəcəm. Yəni, nə olsun, mənim vicdanıma zid heç nə hərəkət olmasın. Yaxşımı? Yaxşılıq eləyəcəm eləməyini, amma ətrafdakılara görə yox. Daxili vicdanıma zidd olmasın. Öz vicdanıma görə insanlara yaxşılıq eləyəcəm. Və bayaqlarım danışdığım şeyləri cədvəl formasında veriblər. Psixoloji ölçü bildikcə ikiyə ayrılır. Enerjinin istiqamətinə görə, informasiyanın emalına görə. Enerjinin istiqamətinə görə ekstravert ikiyə ayrılır da. Xarici aləmi fikirləşənlər, introvertlər daxili öz dünyasına görə. İnformasiyanın emalına görə də ikiyə ayrılırdı. İnsanlar məlumatı qavrama funksiyalarına görə fərqlənirdi və qərar vermə funksiyalarına görə fərqlənirdi ki, biz danışdıq. Qavrama bölündü, duyu, intuisiya, qərar vermə, düşünmə və hiss etmə. Bax, görürsünüz necə gözəl şəkillərlə izah eləyiblər. Baba, neyinir? Toxunur. O deyir ki, duyğu birdə izah eləyirəm. Duyğu deyir ki, bax, çox gözəl izah veriblər. Mən bu şəkili PDF-ə də salmışam. O deyir ki, mənə göstər, detal olsun, əlimdə fakt olsun, real bir şey olsun. Baxım sonra qərar verim. Toxunum qərar verim. Biz burada da kinestetik də görürük. İntuisiya nə deyir? Düşünməli, neyinir? İntuisiya düşünmür. Ehtimallar irəli sürür, fərziyyələr irəli sürür ki, filan ola bilər, proqnoz verir. Düşünmə nədir? Görsən, uca dərinə. Mənə kimi çorta gedir. Düşünür, məni kimi düşünür. Niyə görə düşünür? Niyə görə mən bir gecədən səhərə kimi oyaq qalıram? Niyə görə fikirləşirəm? Həqiqətən belə olduğum zamanlar olub. Niyə? Düzgün qərar vermək üçün, ədalətli qərar vermək üçün. Əslində bu insan bədəninə ziyan deyə. Amma mənim üçün məntiqli olsun, düşündürücü olsun. Bu nədir? Görürsünüz, burada şəfqət var, hiss etmə var. Ətrafı fikirləşir, dəyərlərə əsaslanır. Yaxşımı? Bir də burada deməli, psixoloji funksiyaların tipləri də var. Qavrama funksiyası, o həm duyğunu, belə deyək də, belə qavrama ikiyə ayrılır da, duyğu, intuisiya.
Həm ekstravert duyğu var, həm introvert duyğu var, həm ekstravert intuisiya var, həm introvert intuisiya var. Yəni bunların hamısına aiddir. Qərar vermə də bildikdə öz iki yerə ayrılır da. Bir də deyirik, düşünmə, hiss etmə. Həm ekstravert düşünmə var, həm introvert düşünmə var. Həm ekstravert hiss etmə var, həm introvert hiss etmə var. Hamı, yəni bu duyma, duyğudur, düşünmədir, hiss etmədir, intuisiyadır. Həm ekstravertə, həm introvertə də aid edildik. Yəni bunların hamısında da ətraflı izah verdim. Psixoloji funksiyaların tipləri idi bu da. Bir də burada psixoloji tipləri anlamağın vacibliyi və təhsildə tətbiqi, yəni niyə görə bu psixoloji tiplər nəzəriyyəsi var və təhsildə nə kimi faydaları var, bu haqqda da danışmaq istəyirəm. Psixoloji tipləri anlamaq həm təhsildə, həm də şəxsi inkişaf baxımından əhəmiyyətlidir. Niyə? Bax, onu da bir dənə loru dildə sizə başa salım ki, niyə görə təhsildə önəmlidir? Çünki müəllim uşaqların düşüncələrini, hiss etməsini, dərk eləmələrini həqiqətən bilməlidir. Biz burada diferensial təlimi də görəcəyik. Niyə? Çünki diferensial təlimi xatırlayırsınızsa, diferensial təlimdə demişdik ki, diferensial təlimə görə insanlar, belə deyək də, daha doğrusu üzr istəyirəm, diferensial təlimə görə nə idi diferensial təlim? Şagirdlərin fərdi xüsusiyyətlərini, ehtiyaclarını bilmək. Biz diferensial təlimi xatırlayın, hansı nəzəriyyədə görmüşdük ki, uşaqların öyrənmə tiplərini bilib ona da uyğun dərsi qurmaq. Hansı yadınıza gəlib, nə xatırlayın? Howard Gardner nəzəriyyəsi. Howard Gardneri kim xatırlayır? 8 dənə intellekt növü vardı. Məkan, vizual, kinestetik, bədən, kinestetik, fərd daxili, hətta orada şəxslər arası ekstravert, introvert də var idi. Niyə görə diferensialla Howard Gardneri uyğunlaşdırdım? Çünki deyir ki, diferensial şagirdlərin fərdi ehtiyac və istəklərini nəzərə alıb, xüsusiyyətlərini bilib ona uyğun dərsi qurmalısan. İndi burada biz Jung da deyir onu. Jung da deyir ki, diferensial təlimi görəcəyik burada. Deyir, təhsildə niyə görə önəmlidir? Çünki diferensial təlimə görə şagirdlərin psixoloji tipini, xassiyyətini bilib ona uyğun da dərs qurmalısan. Bu uşaq nəyi xoşlayır, necə qərar verir, ona uyğun tapşırıq verməlisən. Onu deyir bizə. Bir də burada deyir ki, təhsil kontekstində bu yanaşma xüsusilə vacibdir. Çünki şagirdlərin öyrənmə tərzi onların psixoloji tipindən asılı olaraq dəyişir. Həmçinin bu yanaşma eyni dərs materiallarının, bax, bura diqqət elə, diferensial təlimi görürsən, müxtəlif şagirdlər tərəfindən fərqli şəkildə qavranıldığını nəzərə almağa kömək edir. Çünki biz bilirik ki, həqiqətən sinifdəki uşaqlar materialları eyni formada qavramır. Müxtəlif yollarla qavrayır. Müəllim tiplər arasındakı fərqləri anladıqda, dərs prosesində hər bir şagirdin psixoloji üstünlükləri nəzərə ala bilər. Beləliklə, təlim prosesi daha ədalətli olur, motivasiyeli olur, edici olur, balans qurulur. Psixoloji tiplərin tanınması həm də sinifdə həqiqətən empatiyanı, qarşılıqlı anlamanı, güclənməsinə xidmət edir. Çünki hər bir fərdin özünə məxsus düşünməsi var, öyrənməsi var. Bunu biz bilirik, inklüziv təhsildə xatırlayaq. Məsələn, duyğu funksiyası, bunu da qırmızı formada yazmışam PDF-ə, qırmızılayaraq. Məsələn, deyir, duyğu funksiyası əsas olan şagird, məsəl üçün duyğu funksiyası mən. Faktı istəyir də o adamlar, düzdürmü? Xatırlayaq, real şey istəyir. Funksiyası olan şagirdlər üçün konkret nümunə, real şey olmalıdır, deyə, gələ. Deyib, budur. Real fakt olmalıdır, nümunə olmalıdır. Ona göstərməlisən nəsə. Nümunələr, praktik, realda, kinestetik formada tapşırıqlar, əsaslanan fəaliyyətlər təsir edir. Onlar toxunaraq. Bu duyğuda biz həm görməni görə bilərik, həm də toxunmanı, kinestetiki də görə bilərik. Bu duyğuda toxunma var. Burada toxunma var. Real istəyir axı, fakt istəyir ki, onu görsün, toxunsun, təcrübə istəyir. Olan deyir, məlumatları öyrənir, üstün tuturlar. İntuisiyası yüksək olan uşaqlar. Deməli, intuisiyası yüksək olan uşaqlar necə olur? İntuisiya nə edir? Ehtimal irəli sürür, yəni fərzi irəli sürür, plan qurur, gələcəyə dair. Eyni şəkildə düşünmə funksiyası hər birinə aid nümunə veriblər həqiqətən. Əsas olan şagirdlər, düşünmə nə idi? Deyim mən, neynirdim? Məntiqlə qərar verirdim, ağılla, başla. Onlar neynirlər? Oturub fikirləşirlər, məntiqlə qərar verirdilər. Müəllim deyir, bunları bilməlidir də. Hər tip uşaq var da sinifdə. Deyir, bunları bilib ona da uyğun tapşırıq qurmalıdır bir sözlə. Məsəl üçün, hiss etmə funksiyası əsas olan şagirdlər necə olur? İnsanın neynir? Hiss etmə nə idi? Deyir deyə,
insanları ətraf aləmi fikirləşir, yaxşılıq eləyir daim insanlara. İnsanlarla emosionallıq daha çox burada var. Ətrafdakı insanlara görə qərar verirdi. Bundan əlavə, bir də Jungun ekstraversiya və introversiya anlayışları da dərs planlaşdırmasına faydalıdır. Biz bilməliyik də, hansı uşaq ekstravertdir, hansı uşaq introvertdir. Ekstravert şagirdlər müzakirələri, qruplarla işləməyi sevirlər həqiqətən. Introvertlər də amma fərd daxili intellekt, fərdi düşünmə buna uyğun gəlir. Fərdi qrupla, fərdi iş daha çox. Sakit öyrənməyi sevir, dərindən analiz eləmək introvertdə var. Bax, bu testdə qarşınıza çıxır. Bilirsiniz ki, mən bunu sizə Howard Gardner nəzəriyyəsində də öz müdavimlərimə də demişdim ki, bilən müəllimlər də bilir ki, introvertlər metakognitiv formalaşır. Onlar çünki özlərini çox tək qalırlar axı, dərindən düşünürlər. Beləliklə, psixoloji tiplərin nəzərə alınması müəllimə yalnız akademik nəticələri, yəni deyir ki, ancaq müəllim uşaqların belə deyək də, xasiyyətlərini bilməklə təkcə uşaqların akademik savadını yüksəltmir. Həm də onların emosional bacarıqlarını da, qarşılıqlı sosiallaşmağına da şərait yaradır. Uşaqların daxili motivasiyasını gücləndirir. Belə yoldaşlar, növbəti yeni bütün mövzuların izahlarını sizinlə paylaşacağam, söz verirəm. Zəhmət olmasa kanala abunə olaq, rəy yazmağı unutmayaq. Sağ olun, görüşmək ümidi ilə.